Həmçinin Ramazan ayı sədəqə vermək, xərcləmək üçün fürsətdir. Bu ayda ən çox edilən ibadətlərdən biri elə sədəqə verməkdir. Allah üçün xərcləməkdir. Gərək hər bir müsəlman kişi səxavətli olmalıdır. Xəsislik kimin əlamətlərindəndir? Münafiqlərin. وَمَنْ يُوقَ شُحَّ النَّفْسِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Kim nəfsinin tamahından qorunarsa, bax onlar nicat tapanlardan. Deməli, xəsis insan qardaşım, nicat tapmayacaq. Allahın verdiyindən xərcləmək lazım. Allah Teala bizə verdikləri bu nemətlər var, bu ruzi və s. Pul, var, dövlət. Bu təhcə özümüz üçün deyil də, yəni özümü xərcləməyim üçün deyil. Həmçinin digərlər üçün də xərcləməlisən. İndi Allah Teala hamıya vermir. Kimisini qaldırır, kimisini alçaldır, aşağı salır, kimisini roziləndirir, kimisini kasıb edir. Qardaş, sənə artıq ruzi veribsə, sənə verilmiş ruzidən başqalarına mütləq xərcləməlisən. Qardaş, bu borcdur, biləsən, bu haqdır. Hədisdə keçir, xərclə ki, sənə xərclənsin. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm. Sən xərclə ki, sənə də xərclənsin. Ona görə bu ayda səxavətli olmaq lazımdır və Peyğəmbər sallallahu aleyhi və səlləm də ən səxavətli insan idi və xüsusən Ramazanda Cəbrail əleyhissalamla qarşılaşanda daha çox səxavətli olardı və biz də özümüzü onun ümmətindən hesab ediriksə, Muhammediyiksə qardaşım, o zaman onu özümüzə örnək götürməliyik. Onun kimi olmasaq da ən azından ona oxşamaq lazım. Səxavətli olmaq, Allah yolunda xərcləmək şərt deyil, hamısını xərcləyəsin. Qardaşım, xərclə 1 manat, 2 manat, 5 manat xərclə. Xüsusən bax bu vaxtda görsən, elanlar paylaşır xəstələr üçün, fəqirlər üçün, düzdürmü? İndi şu an indi belə deyək də, biraz rahatsızlıq var. Əl-bəl verə bilmirsən, kartla göndərə bilirsən, o kart sisteminin bəzi faydaları da var ki, belə göndərə bilirsən də. Və yolda məsələn gedəndə, görsən, işçilər var da, Bangladeshdən və s. Pakistanın, fəqirli, fuqaradır da, qardaş. 1 manat, bir buranın pulunu desə, 1 real, 2 real, 5 real nəyə bacar və ya oteldə xidmətçilər var, ya da güclü maaş almırlar. O belə xeyirxalq işlər görmək lazım sabah, Ramazan ayında. Əbu Bəxr bin Əbi Məryəm deyir ki, şeyxlərimizdən belə eşitdik. Onlar Ramazan ayı daxil olduğu zaman belə deyərdilər. Təmizləyən ay gəldi, insanı paklaşdıran, təmizləyən ay gəldi və deyərdilər ki, bu ayda nəfəqələri çoxaldın, sədəqələri çoxaldın. Çünki bu ayda verilən sədəqələr cihadda xərclənən sədəqələr qədər artıqlaması ilə savabı verilər. Cihadda sədəqə vermək fəzilət daxil, çox əfzəl bir əməldir, üstün bir əməldir. Kiminsə minihi ilə, kiminsə silahı ilə, kiminsə ailəsini təmin edirsən, düzdürmü? Çox əzəmətli mükafatı var. Deyir, necə ki, əzəmətli də artıqlaması ilə mükafatı verilir. Deyir, Ramazanda verilən sədəqələrin mükafatı da bax, belə artıqlaması ilə veriləcəkdir. Ona görə sədəqələri çoxaldır. Həmçinin Zuhri, Allah ona rəhmət eləsin, deyir ki, Ramazan daxil olduğu zaman, deyərdi ki, bu ay Quran tilavəti və yedizdirib içizdirmək ayıdır. Yəni, iftar sürələri açırsan. Fərqli 10-15-50 nəfərlə bir nəfərə də iftar sürəsi versən, gezdirsən, xeyir və bərəkətdir. Və həmçinin insanı pis xəstəliklərdən, pis aqibətdən qoruyar. Bəli. Necə ki, hədisdə keçir, nə deyir Allah Rəsulü qadınlara? Ey qadınlar toplulusu, sədəqələri çoxaldı. Niyə deyir? Çünki deyir, cəhənnəm əksəriyyəti kimlərdir? Deyir, qadınlar. Şeyx Hüseymin bilirsən nə deyir bu hədisin şərhində? Deyəndə ki, sədəqələri çoxaldı, ey qadınlar toplulusu. Deyir ki, bu sədəqə verməkdir, pis aqibətdən qorur insan. Və onun sonluğunu gözəl edir. Niyə deyir sədəqəni çoxaldı? Çünki qadınların, əksər qadınların halı pis daxı. Cəhənnəm əhlinin əksəriyyəti kimdir qadınlar? Pis aqibətli yoxsa yox? Pis sonluqdur yoxsa yox? Orada necə gözəl fayda çıxardı? Deyir ki, sədəqə insanı pis sonluqdan qoruyur, subhanallah. Pis ölümdən qoruyur. Sonluğunu deyir, gözəl edir. Ona görə sədəqə verməyi lazım, çoxaltmaq lazım. Nəyə bacarsan ver. Şərt dediyim kimi çox olsa, bir manat olsa, qardaş, 1 manat verməyə də imkan yox. Hətta kasıb insan belə. Vallahi deməsin mən kasıbam, qardaş, demə kasıbam. Elə mənim özümə sədəqə düşür. Elə sən də yox, 50 qəpik ver də, qardaş, problem sədəqə sədəqədir də. Düzdür yoxsa yox, 50 qəpik ver. 1 manat ver. Bilmək olmaz, o 1 manatın 50 qəpiyin qiyamət günü nə boyda olacaq? Nədir Allah Rəsulü sallallahu aleyhi və səlləm? Deyir ki, kim halal qazancından xurmanın dəyəri qədər olsa da sədəqə verərsə, bir xurma nədir ki, balaca bir yiyib, xurma göstərin balaca, qardaş, nədir ki o? 10 quruş da, 10 qəpik olar olmaz. Deyir, kim öz halal qazancını xurmanın dəyəri qədər sədəqə verərsə və Allah yalnız pak olanı qəbul edir, deməli, haram puldan sədəqə olmur. Nə qədər özləri desələr də, təsəlli olsa da. O haram yolla qazananlar var, bəzən sədəqə verir, hələ bunu bir afişa da edir, yayır, göstərir orada, burada, ekranlarda və s. Halal
Haram pulla Allah Taala qədər sədəqəni qəbul edir. Çünki Allah pakdır, gözəldir. Yalnız pak və gözəl olan şeyləri qəbul edir. Deməlidir ki, Allah Rəsulü kimdir halal qazancından xurmanın dəyəri qədər olsa sədəqə verərsə, Allah da gözəldir, pakdır, yalnız pak olanı qəbul edir. Allah onu sağ əli ilə götürər və sizlərdən biriniz öz dayıçası, yəni balaca atını bəsləyib böyütdüyü kimi Allah onun sədəqəsini dağı boyda eləyər. Deməli, nəyə qayıdır məsələ? Niyyətə, ixlasa, səmimiyyətə. Deyirsən, ya Rabbim, sən nə şahidsən ki, məndə olanı budur. Bundan çıxardırsan. Adam var çoxdur, çoxundan çıxardı. Adam var azından çıxardı. Və bilərsən, azından çıxardan ola bilər ki, çoxundan çıxardan daha çox savab qazansın. Bizə rivayətdə gəlir. Bəlkə deyir ki, rivayətdə Allah Resulü sallallahu aleyhi ve sellem deyir, bir dirhem deyir, 1000 dirhemi keçdi. Deyirlər, necə Allahın Resulü? Deyir ki, bunun 2 dirhemi var idi, birini Allah yoluna sədəqə verdi. Onun deyir, çoxuydu, çoxundan verdi. Adam məsələn 100 minləri var, oradan 100 manat çıxartmaq, 1000 manat çıxartmaq belə bana rahatdır da, nə itirdin ki, nə azaldı ki? Hiss elədin, yox qardaş, 100 mindən 1000 versən, pərvizət hiss eləyərsən qardaş. Və deyəsən, həmən pul da azalmıyor. Amin deyim, sənin 2 manatın var ya, 5 manatın var. Bugün sən 5 manat qazanmısan, bu ailəyə nə ala bilərəm 5 manata? Bir dənə çörək alaram, 1 kilo kartoşka. Xanım, pişir yiyək. Onun 2 manatını xərcləyirsən. Buna hünər lazım. Buna məhdlik lazım. Buna hər adam bacarmaz. Görsən, niyyətə deyir ki, eyb yox. Varım da, əlhəmdülillah, 5 manat da var. Oradan sədəqə çıxardacaq. Deməli, sən baxma, məndə azdır. Filan kəsdə çoxdur. Mən verməsəm də olaraq, o çoxdur, verməlidir. Elə şey yoxdur. O verməlidir, o məsuliyyətidir. Sən özündə olandan çıxart. 1 manat deyil, 50 qəpik ver, 10 qəpik ver, qardaş. Amma çıxart, qoy səndən də çıxsın. Niyə görə? Çünki sədəqə verən insanın sədəqəsi qiyamət onun üçün nə olacaq? Kölgələnəcək o kölgəsi, sədəqənin kölgəsi altında. Gizlində verirsə Allah bir yaxşı. Qiyamət günü Allahın ərşinin kölgəsində kölgələnən sinifdən biri kimdir, qardaş? O insanlardan biri kimdir? Gizlində sədəqə verən deyilmi? Sağ əlinə verdi, sonra xəbər yox. Və xüsusən gizlində verilən sədəqələr daha gözəldir və biləsən. Ümumiyyətlə, gizlində edilən salih əməllər daha yaxşıdır, ixlasa daha yaxın. Ona görə sələflərin bir sözü var. Deyirlər ki, sənin gizlində etdiyin salih əməllərin aşkarda etdiklərindən qoyacaq olsun. İndi aşkarda rahatamı gördü, biraz tərif aldın, biraz maşallah dedilər, biraz həvəsləndi. İndi olur da kimisə yanında Allah qorusun. Gələ bilər, hamıya riya gələ bilər də. Və yaxud da çox riyakarlıq deyil. Belə eləyir də, aşkarda eləyir. Lakin gizlində etdiklərin daha çox olsun. Aman Allah, gör, sözə bax. Söhbət nədən gedir? Nafilə ibadətlərindən. Fərziz, fərzi aşkarda eləməlisən, bildirməlisən və insanları buna dəvət etməlisən, həmçinin nafilələr. Lakin gizlinə gələndə nafiləni daha çox gizlin edirsən, insanlara bildirmirsən. Qoy deyir nafilə ibadətləri, yəni o əməlləri gizlində daha çox olur və salih əməllər. Gizlində daha çox olmalıdır. Həmçinin sədəqə qardaşım, günahlara kəffarədir. İnsan təmizdir. Həmçinin Rəbbin qəzəbini söndürər. Sədəqə vermək Rəbbin qəzəbini söndürər. Allah Taala onun malına bərəkət verər, ruziləndirər, əvəzini verər. Zəka hədislərdə də keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir, gizlində verilən sədəqə Rəbbin qəzəbini söndürər. İbn Qayyim Allah ondan razı olsun. Bu hədisin şərhində gözəl bir fayda gətirir, subhanallah. Təsəkkür hardan nə çıxardacaq? Faydaya bax. Duaların qəbul olunması üçün gizlində verilən sədəqənin əcaib bir təsiri var, qardaşlar. İbn Qayyim deyir ki, bu hədisi deyir. Deyir, duanın qəbul olunması üçün. Gətir, bəzi məsələlər gətir, duaların qəbul olunması üçün. Deyir, bu cür dua geri çevrilməz. Və gətir, hansı dua? Şərtləri gətir, belə eləsən, belə eləsən, belə eləsən, sənin duan geri çevrilməyəcək. O səbəblərdən biri, o şərtlərdən biri. Gizlində verilən sədəqə. Niyə? Hədisə deyir ki, gizlində verilən sədəqə Rəbbin qəzəbini söndürür. Deməli, Allah Taala sənə qəzəblənməsə üzeyir. Deməli, səndən razı qalacaq, düzdürmü? Səndən razı qalsa dualarına cavab verəcək. Subhanallah, faydaya bax. Deməli, kim Allahın razı salarsa, Allah Taala'nın duasını icabət eləyəcək. Və gizlində verilən sədəqə də Rəbbin qəzəbini, Allahın qəzəbini söndürər və beləcə dualarına icabət olunar. Həmçinin dediyim kimi malın əvəzi verilər. Biləsən, sən xərclə, Allah xərcləyəcək. Vallahi xərcləyəcək. Sən xərclə ki, sənə xərclənəsin hədisdə keçir. Həmçinin biləsən, kim xərcləməsə, sıxıb saxlasa, yəni qorxulu ki, onun malı və özü tələf olsun. Bizə hədisdə keçir. Deyir, hər səhər deyir, 2 mələk səmadan enib 2 mələk dua edir, nə deyərlər? Allahım, sənin yolunda xərcləyən üçün əvəzin ver, sıxıb saxlayanı isə tələf elə. Hədisin şərhində deyirlər ki, tələf elə, ya malını tələf elə, ya özünü tələf elə. Onun insan qorxmalıdır, sıxıb saxlamaq lazım deyil. Allah üçün xərcləmək lazım. Nəyin var xərclə?
Şərt deyil hamısını xərcləyəsən. Hər bir halda malından qardaşım sədəqə çıxsın və sədəqə də necə həsə keçir, maldan heç bir şeyi azaltmaz. Yəqin ol, əmin ol. Demə azalacaq. Desən azalacaq. Hə, yəni bir faydasını əldə eləməyəsən. Amma yəqin olaraq bilsən ki, vallahi mən verdiyim sədəqənin mənə ziyanı yoxdur. Əksinə xeyir bərəkət gələcək. Doğrudan da xeyir bərəkət gələcək. Və ruzilənməyin də ən böyük səbəblərindən biri elə bax sədəqə çıxartmaq. Çıxart görəcəksən, onun həyatında təcrübədən keçir. Lakin səmimi şəkildə ixlaslı və əmin olduğun bir hal.